Salam, axşamınız xeyir olsun. Növbəti izahlarla davam edək. Bundan əvvəlki mövzularımızda, videomuzda demək isimlərin özünə məxsus xüsusiyyətləri haqqında danışdıq. Onların ayrı-ayrı onlara haqqında məlumat verdik. İndi isimlərin hallanması haqqında da danışaq və isim bölməsini yekunlaşdıraq. Demək, ismin hallanması nədir? İsimlər cümlədə başqa sözlərlə əlaqəyə girir, dəyişir, yəni müəyyən qrammatik şəkilçilər qəbul edir. İsmin belə dəyişməsinə onun hallanması deyilir. İsmin 6 halı var. Neçə halı var? 6 halı var. Hər halın özünə məxsus xüsusiyyətləri var. Adlıq haldan başqa digər halların isə qrammatik göstəricisi var, yəni şəkilçisi var. Adlıq haldan başqa digər hamısının, yəni qrammatik göstərici odur ki, yəni digər hamısının şəkilçisi var. Adlıq hal nədir? Adlıq hala keçək. İsmin bu halının şəkil əlamətli, xüsusi qrammatik göstəricisi yoxdur. Yəni bunun əlaməti, xüsusi göstəricisi yoxdur ki, biz deyək ki, bu adlıq haldır. Yəni sualları da kimdir, nədir, haradır? Adlıq halda olan sözlər cəm, mənsubiyyət, xəbəri şəkilçisi, cəm, mənsubiyyət, xəbəri şəkilçisi qəbul edə bilər. Lakin bu şəkilçilər adlıq halının qrammatik göstəricisi deyil. Yəni belə nəticəyə gəlirik. Yəni burada deyir ki, adlıq halın xüsusi şəkilçisi yoxdur. Yəni adlıq halın özünə məxsus şəkilçisi yoxdur. Bu o demək deyil ki, adlıq haldakı sözlər ümumiyyətlə şəkilçi qəbul etməsin. Edə bilər. Onlar məsələn mənsubiyyət şəkilçisi qəbul edə bilər, cəm şəkilçisi qəbul edə bilər, sonra xəbər şəkilçisi qəbul edə bilər. Ancaq yəni ki, özünə məxsus onların şəkilçisi yoxdur. Yəni sizdə sual düşsə ki, adlıq halda heç bir şəkilçi işlənmir, bu yanlış ola bilər. Çünki adlıq halda yalnız özünə məxsus şəkilçi olunur. Başqa, yəni cəm qrammatik şəkilçilərdən istifadə oluna bilər. Deyək ki, lakin bu şəkilçilər adlıq halının göstəricisi deyil. Və həmçinin bu şəkilçilər sözü adlıq haldan çıxarmır. Yəni biz bir sözün üzərinə hal, məsələn, mənsubiyyət qəbul ediriksə, bunu adlıq haldan çıxarmırıq. Və lüğətlərdə isimlər adlıq halda verilir. Yəni ki, lüğətimizdə görürük ki, isimlər nə? Adlıq halda verilir. Adlıq halda olan isimlər əsasən başlanğıc formada olur. Bəli, adlıq halda olan sözlər əsasən başlanğıc formada olur. Əgər adlıq halda olan isim cəm, mənsubiyyət, xəbəri şəkilçi qəbul edərsə, başlanğıc formadan çıxır. Yəni, məsələn, deyirəm ki, məsələn, kitab. Bu nə oldu? Başlanğıc formadadır. Amma kitablarda isə bu başlanğıc formadan çıxmış olacaq. Adlıq halda olan isimlər ismə aid qrammatik şəkilçidən maksimum 3-ünü, cəmi, mənsubiyyəti, bir də xəbər şəkilçisini qəbul edir. Yəni, adlıq halın özünə məxsus şəkilçisi olmadığına görə maksimum 3-ünü, hansıları cəm, mənsubiyyət, xəbər şəkilçilərini qəbul edə bilər. Çünki özünə məxsus hal şəkilçisi yoxdur. Uşaqlarımızdır. Bu nümunəni, bu sözü yadınızda saxlayaraq, oradakı adlıq haldakı şəkilçilərdə yadda saxlamaq olar. Cümlədən çox mübtədə olur. Xəbər şəkilçisi qəbul etdikdə xəbər, sifətin xüsusiyyətini daşıyanda, yəni sifətləşəndə təyin ola bilər və xitab kimi də işlənər. Sonra adlıq, yəni deyirik ki, adlıq hal mübtədə ola bilir, təyin ola bilər. Nə zaman? Sifətin xüsusiyyətini daşıyanda mübtədə təyin ola bilər. Xitab kimi də işlənə bilir. Məsələn, dostlar adlıq haldadır, xitab kimi vəzifəsində işlənibdir. Adlıq halda olan söz müstəqil olaraq tamamlıq, zərflik ola bilmir. Yəni, müstəqil olaraq adlıq haldakı olan sözlərimiz harada qalmışdıq, davam edək. Dedik ki, adlıq haldakı olan sözlər müstəqil şəkildə mübtədə ola bilər, təyin ola bilər. Amma tamamlıq, zərflik müstəqil olaraq ola bilmir. Nə zaman olur? Ona fikir verək. Qoşmalarla işlənərkən cümlədə tamamlıq, zərflik ola bilər. Məsələn, anam üçün kitab aldım. Burada üçün qoşmasından işlənib və cümlədə tamamlıq olub. O qardaşım kimi çalışqandır.
burada da yenə qoşmalarla işlənib və cümlədə zərflik olubdur. Cümlədə həm ismi, həm feili xəbər ilə sintaktik əlaqədə ola bilər. Həm ismi, həm feili xəbər ilə ola bilər. Adlıq hal haqqında bu qədər. Növbəti halımız, demək, yiyəlik hal haqqında məlumat verək. Demək, yiyəlik halda olan isimlər özündən sonra gələn sözlə əlaqələnərək şəxslər, əşyalar arasında əsasən sahiblik, yiyəlik mənasını əmələ gətirir. Yiyəlik halının xüsusi qrammatik şəkilsi var. N-nın, saitlə bitəndə n-nin şəkilsi. Məsələn, ordu sözü saitlə bitibdir. Burada n şəkilsini artırıbdır. Kitab sözü ancaq samit ilə bitdiyinə görə kitabın formasında olubdur. Sualı nədir? Kimin, nəyin, haranın? Mən və biz şəxs əvəzkilərində yiyəlik hal şəkilsi qəbul edir. Mənim, bizim. Yəni, buradakı mənim, bizimi görürsünüzsə, buradakı im nədir? Yiyəlik halın şəkilsi. Yəni, mən və bizdə yiyəlik hal şəkilsi im yox, im qəbul edir. Yiyəlik hal iki cür olur. Müəyyən yiyəlik hal olur, qeyri-müəyyən yiyəlik hal olur. Bunlar isə ayrı-ayrılıqda nəzər salaq. Müəyyən yiyəlik halı əmələ gətirmək üçün yiyəlik halın şəkilsisi iştirak edir. Müəyyən yiyəlik hal yiyəlik məzmununu konkret şəkildə ifadə edir. Məsələn, cild deyəndə kitabın cildi. Konkret bilirik ki, kitabın cildi. Qardaş deyəndə konkret bilirik ki, bu kimindir? Əlinin qardaşıdır. Yəni, yiyəlik dedi ki, yiyəlik nə bildirir? Sahiblik, yiyəlik mənasını bildirir. Samitlə bitən sözlər yiyəlik halda ın, samitlə bitəndə isə nın, əvvəlcədən demişdim, qəbul edir. Müəyyən yiyəlik halda olan söz müstəqil olaraq təsriflənən feillə sintaktik əlaqəyə girmir. Məsələn, sənin gəldi, sənin oxuyacam kimi cümlələr qurmaq olmur. Təsriflənən feili biz feil bölməsində keçəndə daha aydın olacaq. Mütləq qoşma iştirak etməlidir ki, cümlə formalaşsın. Yəni, sənin üçün gəldi, sənin kimi oxuyacam. Müəyyən yiyəlik halda olan söz müstəqil olaraq təsriflənməyən feillə sintaktik əlaqəyə girə bilir. Demək, müstəqil olaraq təsriflənən feillə əlaqəyə girə bilmir, amma müstəqil olaraq təsriflənməyən feillə sintaktik əlaqəyə girə bilər. Məsələn, sənin oxumağın, onların oxuyanları və s. Müəyyən yiyəlik hal cümlədə özündən sonra mənsubiyə şəkilli sözdən asılı olur. Müəyyən yiyəlik haldan sonra mənsubiyə şəkilli söz gəlir və ondan asılı olur. Onunla birlikdə söz birləşməsi əmələ gətirir və cümlənin bir üzvü olur. Məsələn, kitabın üzvü baxırıq. Kitabın sözündəki ın yiyəlikdir, üzvü sözündəki ü mənsubiyyətdir. Kitabın üzvü. Demək, özündən sonra mənsubiyyət gəlir, söz birləşməsi yaradır, cümlədə bir üzvü olur. Yəni, bu ikisini cümlənin bir üzvü kimi götürürük. Müəyyən yiyəlik hal bəzən ayrılıqda işlənir və bu zaman cümlənin xəbəri tək işləndikdə yalnız xəbər olur. Tamamlıq ola bilmir. Məsələn, bu kitab əlinindir, təklikdə işlənib və xəbər müstəqil şəkildə xəbər ola bilər. Qoşmalar işlənib cümlədə tamamlıq, zərflik ola bilər. Demək, yiyəlik halda neyinir? Müstəqil olaraq xəbər ola bilir, amma tamamlıq zərfliyi olması üçün mütləq qoşmaların işlənməlidir. Sonra biz və siz şəxs əvəzkilər yiyəlik halda işləndikdə özündən sonraki söz mənsubiyyət şəkilsini itirirsə, yiyəlik halda olan əvəzlik cümlədə müstəqil təyin olur. Məsələn, bu olmalıdır bizim kitabımız səndədir. Amma baxırıq ki, kitab sözündən mənsubiyyət şəkilsi yoxdur. İtirmişik. Və bu zaman bizim sözü müstəqil olaraq təyin olur. Yiyəlik hal şəkilsi yiyəlik məzmunu bildirməyə də bilər. Demişik ki, əvvəlcədən yiyəlik hal yiyəlik sahiblik bildirir. Amma deyirik ki, bu hər zaman bildirməyə də bilməz. Məsələn, tələbələrin üçü. Baxırıq ki, burada
Neyinibdir? Yəlik məzmununu bildirmir. Bir daha yəlik halı haqqında qeydlərimizi ümumiləşdirək. Dedi ki, yəlik hal özündən sonra gələn sözlə əlaqələnir. Yəlik sahiblik mənasını bildirir. Amma hər zaman mı yəlik sahiblik bildirir? Xeyr, yəni yəlik sahiblik bildirməyə də bilər. Şəkilçisi ın, nın şəkilçisidir. Kimin, nəyin, haranın sualıdır və iki cür olur. Müəyyən yəlik hal, qeyri-müəyyən yəlik hal. Mən və biz əvəzliklər yəlik halda yox, şəkilçisini qəbul edir və müəyyən yəlik hal konkret şəkildə ifadə edir. Məsələn, kitabın cildi deyəndə burada nə edir? Yəni kitabın cildindən söhbət getmiş olur. Sonra və dedik ki, müəyyən yəlik hal müstəqil olaraq xəbər olur. Amma yəni qoşmalarla işlənərkən cümlədə sonra harda qalmışdıq, davam edək. Sonra biz və siz şəxs əvəzliklərindən danışaq. Dedik ki, biz və şəxs əvəzlikləri mənsubə şəkilçini itirərsə, müstəqil şəkildə nə edir? Təyin ola bilər. Sonra qeyri-müəyyən yəlik halda deyək. Qeyri-müəyyən yəlik halda olan sözdə yəlik halın şəkilçisi işlənmir. Yəni yəlik halın şəkilçisi hansı idi? In üstü 4, nın üstü 4. Bu şəkilçisi qeyri-müəyyən yəlik halda işlənmir. Və bunun sualı yalnız nə sualıdır? Qeyri-müəyyən yəlik halı demək, qeyri-müəyyən yəlik hal əşyanı ümumi olaraq ifadə edir. Müəyyən yəlik hal konkret ifadə edir, amma qeyri-müəyyən ümumi. Məsələn, kitab üzü, körpələr, körpə səsi. Kitab üzərində bilmirik də hansı kitabın üzüdür. Körpə səslərində bilmirik ki, hansı səsidir. Yəni ümumi olaraq ifadə edir. Qeyri-müəyyən yəlik halda olan söz müəyyənlik bildirən hala çevrilə bilər. Çevrilməyə də bilər. Məsələn, kitab üzü, amma görürsən, asanlıqla bunu kitabın üzü formasında müəyyənliyə çevirə bilərik və burada da tapmaq olar. Körpə səsi, körpənin səsi. Amma yəni ki, çevrilməyən formaları da var. Ölkə, rayon, şəhər, kənd, küçə və sair adlar bildirən sözlər qeyri-müəyyən yəlik halda işləndikdə əsasən müəyyən yəlik hala çevrilə bilmir. Ölkədir, rayondur, şəhərdir, kənddir, küçədir. Məsələn, Bakı şəhər deyəndə biz bunu Bakının şəhəri kimi çevirdikdə məna olmur. Amma yenə də Bakı sözü yəlik halda hesab olunur. Çünki Bakı sözü yəlik haldadır, qeyri-müəyyən yəlik haldadır. Yəlik halda hesab olunur. Ancaq bunu müəyyən yəlik hala çevirə bilmirik. Qeyri-müəyyən yəlik halda işlənmiş söz hansı mənaya malik olmasından asılı olmayaraq yalnız nə sualına cavab verir? Bakı şəhəri, Sabir üslubu. Yəni bu Bakının şəhəri deməkdir və bu nə sualına cavab verir? Çünki qeyri-müəyyən yəlik halının yalnız nə sualı var? Formaca adlı, yəni bu Bakı şəhəri formaca bizim adlı hala bənzəyir. Bənzəsə də deyir, özündən sonra mənsubə şəkilçi söz tələb etməsinə görə adlıq haldan tamamilə fərqlənir. Yəni adlıq haldakı olan sözlərdən sonra mənsubiyyət qəbul etmir, ancaq yəlikdən sonra mənsubiyyət olmalıdır və bundan da tapa bilərik ki, Bakı şəhəridir, Sabir üslubudur. Bakı şəhərdir, Sabir üslubudur. Buradakı Bakıdır, şəhərdir, qeyri-müəyyən yəlik halıdır. Amma yenə onu biz yəlik hal kimi qeyd edəcəyik. Qeyri-müəyyən yəlik hal heç vaxt tək işlənmir. Həmişə özündən sonra nə gəlir? Mənsubə şəkilçili söz tələb edir. Və üçüncü nöqtəni söz birləşməsi əmələ gəlir. Bunların söz birləşməsində ətraflı keçəcəm. Bu məqam, yəni özündən sonra mənsubə şəkilçi tələb etməsi verilən sözün adlıq yox, qeyri-müəyyən yəlik hallığını müəyyən edir. Məsələn, kitab adlıq haldır, kitab üzü qeyri-müəyyən yəlik hal. Əgər kitab olarsa nə olur? Adlıq hal olur. Kitabdan sonra mənsubə şəkilçili söz gələrsə, orada qeyri-müəyyən yəlik hal olur. Qeyri-müəyyən yəlik halda olan sözə müəyyən yəlik halının şəkilçisini qoşmaq olur. Lakin adlıq halda olan sözə müəyyən yəlik halının şəkilçisini qoşduqda cümlədən məzmun fərqi əmələ gəlir. Demək, nə dedik? Qeyri-müəyyən yəlik halda olan sözə müəyyən yəlik halının şəkilçisini qoşmaq olur. Lakin adlıq halda olan sözə müəyyən yəlikin şəkilçisini qoşmaq mümkün olmur. Məsələn, baxaq. Məsələn, türkü toyuq balalarını daşıyır. Cümləsində türkü və toyuq sözləri zahirən eyni sözlərə bənzəyir.
Bax, baxırıq. Tülküdür, toyuqdur. Eyni bənzəyir ki, bu şəkilçi yoxdur. Bunların ikisi də adlıq haldadır. İndi baxaq görək hansı adlıq haldadır, hansı yiyəlik haldadır. Onu tapmaq üçün nə etmək lazımdır? Hər iki sözü yiyəlik halın şəkilçisini qoşaq. Məsələn, türkü sözünə yiyəlik halın şəkilçisini qoşanda cümlə belə olur. Türkünün toyuq balalarını daşıyırdı. Amma tülkü indi ikinciyə qoyaq, toyuğa qoyaq in şəkilçisini, yiyəlik halın şəkilçisini. Tülkü toyuğun balalarını daşıyırdı. Gördü ki, məna uyur. Amma tülkünün toyuq balalarını daşıyırdı cümlə düz gəlmir. Yəni belə də tapa bilərik ki, adlıq haldadır, yiyəlik haldadırmı? Ona yiyəlik halın şəkilçisini artıra bilərik. Əgər məna uyğun gəlirsə, yiyəlik haldadır, məna uyğun gəlmirsə, adlıq halda hesab olunacaq. Sonra, məsələn, deyir, türkünün toyuğun balalarını daşıyırdı. Görürsünüz, türkü sözünə har şəkilçisi qoşanda mənadır. Bir də bir sözə 2 dənə har şəkilçisi qəbul edə bilmir. Amma istisnaları var, onu da canlı dərsimizdə qeyd edəcəm. Lakin toyuq sözünə har şəkilçisi qoşanda məna dəqiqləşir. Türkü söz adlıq halda, toyuq söz isə yiyəlik haldadır. Adlıq halda olan söz xəbərlə birbaşa sintaktik əlaqəyə girə bilir. Qeyri-müəyyən yiyəlik halda olan söz isə cümlə üzvü olmur. Sonra yönlük hala keçək. Hərəkətin yönünü bildirir. İstiqamətini, son nöqtəsini bildirir. Yönlük halın qrammatik şəkilçisi ayə. Kimə, nəyə, haraya da suallarına cavab verir. Şəkilçisi də a, ə, ya, yə. Bu halda olan söz ismi, feili xəbəri sintaktik əlaqəyə girə bilər. Məsələn, evə getdi feili xəbərinə, sənə borcluyum ismi xəbərinə. Cümlədə əsasən tamamlıq, zərflik fəsələsini daşıyır. Kimə, nəyə sualına cavab verəndə cümlədə vasitəli tamamlıq olur. Haraya suala cavab verəndə yer zərfliyi olur. Demək, kimə, nəyə sualına cavab verərsə cümlədə tamamlıq olur. Haraya sualına cavab verərsə yer zərfliyi olur. Xəbərli şəkilçisini qəbul edib cümlədə ismi xəbər də ola bilər. Yəni, burada müstəqil şəkildə tamamlıqdır, zərflikdir, xəbərdir, ola bilər. Yönlük halda olan sözlər qoşma ilə işlənə bilər. Məktəbə qədər. Sonra a-ə saitləri ilə bitən isimlər yönlük halda işlənərkən tələffüz zamanı həmin saitlər sözün kökündəki qapalı saitə çevrilir. Məsələn, nənə, nəniyə, baba, babıya formasında olur. Bu tipli sözlər bəzən tələffüzə əsasən fərqli mənalarda da işlənə bilir. Məsələn, xalıyə sözü bunu bir neçə mənalarda düşünə bilər. Bir, xalı, xalıya, yəni gəbə kimi olur ya ona. Bir də xalaya. Görürsən, bu sözün yazılışını iki formada düşündük. Cücüyə. Bunu bir cücəyə ola bilər, bir də cücü formasında ola bilər. Körpüyə. Bu həm körpü ola bilər, həm körpü ola bilər. Yönlük halda olan söz bəzən yön, istiqamət məzmunu bildirməyə də bilər. Demək nədir? Bunu iki mənada almışım. Burada yöndür, istiqamətdir, bu mənalarını bildirmir. Sonra təsirli haldır.